Emoji üçbucağının sahəsini bilmədiyim üçün ona bir S deyirəm və o diaqonalların kəsişmə nöqtəsi olduğundan biz bilirik ki, paralelogramın diaqonalları kəsişmə nöqtəsində yarıya bölünür. Yəni AO parçası OC parçasına bərabərdir. Bu zaman AMC üçbucağına baxdıqda MO median rolundadır. Median sahəni bərabər sahəyə böldüyü üçün A, M, o üçbucağının da sahəsi S-ə bərabər olacaq. Sonra isə baxdıqda siz ABC üçbucağına, ABC üçbucağında AM də median rolundadır. Çünki tərəfi yarıya bölüb. Baxın. O zaman M-dən bu aşağıda qalan sahə, yəni 2S-dirsə, AM-dən yuxarıda qalan sahə də 2S olacaq. Çünki median sahəni bərabər sahələrə ayırır. Eyni zamanda da AC diaqonaldır. Diaqonal da paralelogramın sahəsini 2 bərabər sahəyə ayırdığı üçün yuxarıda qalan sahə 4S-dirsə, topladığınız zaman aşağıda da qalan sahə 4S olacaq. O zaman paralelogramın sahəsinin tərkibində 8S olacaq. 8S 24-ə bərabərdir. Deməli S bərabərdir 3.